Noyabrın 24-də Şuşa şəhərində Azərbaycan-Türkiyə beyin mərkəzlərinin birinci forumu işə başlayıb. Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, ekspertlər və akademik çevrələrin nümayəndələri iştirak edir. Beynəlxalq münasibətlərin təhlili mərkəzinin təşkilatçılığı ilə keçirilən forum açılış nitqləri ilə başlayıb. Beynəlxalq münasibətlərin təhlili mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin sədri Polad Safi çıxış edərək forumun regional inteqrasiya, strateji əməkdaşlıq və beyin mərkəzləri arasında əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin regionda formalaşan yeni reallıqlar fonunda institusional əsaslarının və konstruktiv rolunun daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Forum çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərində xarici siyasət, iqtisadi əməkdaşlıq, nəqliyyat kommunikasiya layihələri və inteqrasiya gündəmini əhatə edən 3 panel sessiya olacaq. Qeyd edək ki, birinci Şuşa forumu Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmləndirilməsi, ortaq elmi analitik platformaların yaradılması və gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından əhəmiyyət kəsb edir. Keçirilən birinci sessiyanın mövzusu iki ölkənin regional təhlükəsizlik, xarici siyasət strategiyaları və əməkdaşlıq imkanlarına həsr olunub. Qeyd edək ki, paneldə SETA proqramının direktoru Muhiddin Ataman, Yaxın Şərq Araşdırmalar Mərkəzinin prezidenti Kadir Təmiz, İran Araşdırmalar Mərkəzinin prezidenti Sərhan Afacan, Ankara Strateji Araşdırmalar Mərkəzinin direktoru Əhməd Seyfəddin Erol və digər şəxslər iştirak edir. Mütəxəssislər Azərbaycan və Türkiyənin regional siyasətdə artan rolunu, əməkdaşlığın yeni istiqamətlərini və qarşılıqlı strateji koordinasiya mexanizmlərini müzakirə edirlər. Həm regionda, həm regionun ətrafında Azərbaycan üçün və Türkiyə üçün vacib proseslər baş verir. Və bu proseslər çərçivəsində həm imkanlar yaranıb, amma eyni zamanda müəyyən bir təhdidlər də var. Ona görə onları dəyərləndirmək, onlarla bağlı fikir mübadiləsi aparmaq. Biz Türkiyədən bir sıra düşüncə mərkəzləri dəvət etmişik. Strateji Araşdırma Mərkəzini mən qeyd etdim. Bu Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərir. Eyni zamanda Yaxın Şərqlə məşğul olan Orsam, İranla məşğul olan İran Mərkəzi və digərləri burada iştirak edib. Türkiye Cumhuriyeti Dışişleri Bakanlığı Stratejik Araştırmalar Merkezi ve Azerbaycan Cumhuriyeti Air Center'ın ortaklığıyla düzenlenen Türkiye-Azerbaycan Düşünce Kuruluşları Şuşa Forumu'nda bulunmaktan büyük bir memnuniyet duyuyoruz. Özellikle bu forumun Karabağ Zaferi'nin sembolü olan Şuşa'da düzenlenmesi bizler için ayrıca bir önem taşıyor arkadaşlar. Malumunuz Türkiye-Azerbaycan ilişkileri Şuşa beyannamesiyle birlikte stratejik müttefiklik seviyesine yükseldi. Biz de bu anlamda Azerbaycan'la enerjiden ulaştırmaya, buradan kültürel işbirliğine kadar birçok alanda ikili ilişkilerimizi geliştiriyoruz. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Layiq Qələndərli, APA TV, Şuşa.